Azərbaycanlıların asanlıqla aldadıldığı oyun, Ponzi sistemi. Yeni iştirakçıların gətirdiyi pulla köhnə iştirakçılara qazanc ödənilən, amma real iqtisadi fəaliyyət və davamlı gəlir mənbəyi olmayan bir maliyyə saxtakarlığıdır. Adını 1920-ci illərdə ABŞ-da bu sistemi məşhurlaşdıran Charles Ponzi'dən alıb. Əvvəlcə iştirakçılara yüksək faiz və sürətli qazanc vəd edilir. İlk mərhələdə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilir ki, İnsanlar inansın və daha çox sərmayə qoysun, həm də başqalarını gətirsin. Lakin sistem yalnız yeni pul axını olduğu müddətdə işləyir. Girişlər azaldıqda və ya kütləvi pul çıxarışı olduqda sistem çökür. Bir sistemin Ponzi olub-olmadığını müəyyənləşdirmək üçün bir sıra yollar var. Məsələn, 1. Qeyri-real yüksək qazanc vəd edilir. Məsələn, aylıq 20-30% kimi qazana bilərsən deyilir. Nəzərə alın ki, banklar belə ən yaxşı halda 12% illik depozit gəliri təklif edir. Yeni və tanınmayan bir sistemin banklardan daha yüksək qazanc vəd etməsi şübhəlidir. 2. Riskdən demək olar ki, danışılmır. Heç bir risk yoxdur, zərər edə bilmərsən, 100% qazanacaqsan kimi təşviq edici sözlər deyilir. Dostlar, dünyada heç bir biznes növü risksiz deyil. Bu ümumiyyətlə mümkünsüzdür. Hətta ən güvənli depozit gəlirləri belə inflyasiya və devalvasiya kimi risklərlə üzləşə bilər. 3. Gəlir mənbəyi aydın izah olunmur. Pul qazanmaq üçün ya nəsə istehsal etməli, ya bir xidmət göstərməli, ya da satış etməlisən. Bu zaman siz real iqtisadi fəaliyyət göstərmiş olursunuz və bunun qarşılığında gəlir əldə edirsiniz. Ponzi sistemlərində pul necə qazanılır, həmişə dolanbaclı olur. Bunun məqsədi istifadəçilərin məsələnin nə yerdə olduğunu anlamasınlar deyədir. 4. Pul axını yeni iştirakçılardan asılıdır. Gəlir yalnız yeni üzvlərin investisiyası hesabına verilirsə, bu Ponzi mexanizmidir. Göründüyü kimi, pul qazanmaq üçün real iqtisadi fəaliyyət yoxdur. Yalnız yeniləri gələrsə pul var. Bunun bir sonu var. Əvvəl-axır istifadəçi axını dayanacaq və sistem çökəcək. 5. Çıxış şərtləri çətinləşdirilir. Pul çıxarmaq üçün uzun müddət gözləmək, əlavə ödənişlər etmək və ya başqasını gətirmək tələbi varsa, bu təhlükə siqnalıdır. Çünki sistem mümkün qədər vəd etdiyi ödənişləri gecikdirməyə və mümkün olarsa ümumiyyətlə ödəməməyə çalışır. 6. Müstəqil audit və rəsmi lisenziya yoxdur. Şirkət rəsmi olaraq maliyyə orqanları tərəfindən tənzimlənmirsə və müstəqil hesabatlar dərc etmirsə risk çoxdur. Hər bir şirkətin rəsmi maliyyə hesabatları və dövlət qeydiyyatı olur. Bu, onların fəaliyyətindən daha yaxşı nəzarət etmək, vergiyə cəlb etmək məqsədi güdür. Ponzi sistemləri hər zaman qanundan qaçır. 7. Təcili qərar üçün təzyiq göstərilir. Bu fürsət yalnız bugün var kimi psixoloji manipulyasiya ilə insanların düşünməyə vaxtı olmur. İnsanda təcillik hissi yaradaraq tez bir zamanda qoşulmasına çalışır. Özünü bu sistemlərdən qoru. Pul oturduğun yerdə gəlmir. Əmək sərf etməli, əziyyət çəkməli, müəyyən bir problemi həll etməlisən. Daha çox maliyyə savadlılığı üçün məni izləyin.